Hörmətli xanım sədr, mən də sizi Cənubi Afrika Respublikasına uğurlu səfəriniz münasibəti ilə ürəkdən təbrik edirəm. Yolunuz hər zaman açıq olsun. Son günlər bir çox sosial media səhifələrində hüquq mühafizə orqanlarının, xüsusən də polislərin və polis rəhbərliyinin, prokurorluq orqanlarının məqsədli şəkildə hədəfə alındığını və ağır sözlərlə təhqir olunduğunu görürəm. İndiki vəziyyətdə polisi, prokurorluğu və onların rəhbərliyini haqsız hücumlarda müdafiə etməyi ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasının vacib şərti hesab edirəm. Sancaq media adı altında fəaliyyət göstərən bu şəbəkəni və onun arxasında dayananları etdikləri təhqirlərə, kontekstsiz paylaşımlara görə şiddətlə qınayır və onları bu yoldan çəkinməyə çağırıram. Bir-iki nəfərə görə 10 minlərlə şəxsi heyəti hədəfə almaq qaranlıq məqsədlər güdüldüyünü göstərir. Məqsəd insanları emosional vəziyyətə gətirmək, hissləri ilə oynamaq, psixoloji təsir etmək və onlara ayaqlanmağa dəvət etməkdir. Bu, konstitusiya quruluşunu zorla dəyişməyə, qanlar tökməyə, dağıdıcılıq etməyə çağırışdır və bu hərəkətlərin mütləq şəkildə ya bugün, ya da sabah cəzası var. Bugün ölkə vətəndaşlarının təhlükəsizliyini polis qoruyur. Onların sayəsində övladlarımız rahat şəkildə gəzə bilir. Bir təhlükə hiss edən kimi dilimizdə Allah kömək ol kəlməsi var, gözümüz isə polis axtarır. Belə çıxmasın ki, mən boş yerdən polisi və prokurorluq orqanlarını müdafiə edirəm. Hər sahədə çatışmazlıq var və olacaq da. Kim qanunsuz hərəkət edirsə cəzalandırılır və cəzalandırılmalıdır. Ölkəmizdə sabitliyin, əmin-amanlığın, dövlətçiliyin qorunmasına verdiyi əvəzsiz töhfəyə görə cənab nazirə, Vilayət Eyvazova və rəhbərlik etdiyi bütün kollektivə, Baş prokuror Kamran Əliyevə və bütün kollektivinə təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, biz bütün haqq və dövlət işlərinizdə dövlət və xalq naminə yanınızdayıq.